Ümumiyyətlə, bu tipli tədbirlərə tez-tez qoşuluruq və öz fikirlərimizi bildiririk. Marketinq zirvəsinin ən önəmli xüsusiyyətlərindən biri odur ki, Azərbaycanda gördüyümüz böyük işlərin arxasında tanımadığımız simalar var idi. Həmin o simaların çıxışlarını dinlədik və bu işlərin arxasında olan komandanın hansı proseslərdən keçdiyini, hansı uğuru necə əldə etdiyini birbaşa spikerlərdən dinlədik. Əslində bizim üçün çox maraqlı idi. Çünki həmişə görmüşdük ki, hansısa bir şirkətin siması olaraq danışan şəxslər bununla bağlı danışırdı. Birbaşa olaraq bu şəxsləri dinləmək isə ayrı bir təəssürat bağışladı. Təşkilatçılara, xüsusilə Babaxan bəyə və Murad bəyə xüsusi təşəkkür edirik bununla bağlı. Marketinq zirvəsində xoş təəssüratlarla ayrılırıq. Gözlədiyimiz hər şeyin üstünü gördük ki, az olmadı. Marketinq zirvəsində gələn inşallah təşkilatçıların özündən də danışdım ki, arzuluram ki, onlara inşallah ki, gələn bu layihəni qlobal şəkildə həyata keçirərlər. Tək Azərbaycanda yox, ümumi bütün dünyada marketinq zirvəsinin təşkilatçısı bizim tanıdığımız hal-hazırki təşkilatçılar olar. Hal-hazırki çıxış məsələn var, satış və marketinqlə bağlı debat həyata keçirilir və bununla bağlı ümumi olaraq biz bilirik ki, marketinqin uğurlu olması üçün digər departamentlərin və satış departamenti olsun, arxa planda olan digər departamentlərin də uğurlu olması vacibdir. Və Azərbaycanda görülən böyük işlər bunun nümunəsidir ki, kompakt şəkildə şirkətlər artıq bir-biri ilə tam formalaşıblar. Əslində belə bu tipli tədbirlərdə həmişə gördüyümüz simalar eyni olur və bu sektorda artıq 6 ildən çox çalışıram və əvvəlki gördüyümüz simalarla eyni tanışlıqlar, networkingləri yaşayırıq. Yeni marketinqə qoşulan şəxslərə tövsiyəm odur ki, bu tipli tədbirlərdə çox qoşulsunlar. Çünki əsas onlar üçün vacibdir bu. Həm networking, həm danışan spikerlərin çıxışları, yəni köhnə tanıdığımız şəxslərlə onsuz da biz yenə bir ortama gələ bilirik. Onlar üçün bir fürsətdir. Gələcək olan layihələrdə, bu tipli layihələrdə iştirak etməni tövsiyə edirəm. Qaldı ki, marketinq tərəfdən isə, yəni bu tipli layihələrin əsas məqsədi həm networking, həm spikerlərin çıxışıdır və əlavə öyrənəcəkləri çox şey var bu tipli tədbirlərdən. Yeni başlayanlar ilk öncə bu tipli tədbirlərdən öyrəndiyi şeyləri həm öyrənib, həm də paylaşsınlar. Çünki iki tərəflidir. Həm öyrənib, həm paylaşanda öyrəndikləriniz həm yadda qalacaq və belə deyək, keçmişə baxanda nələr öyrənmisiniz və hal-hazırda öyrəndiklərinizi tətbiq eləmisiniz yoxsa yox, bununla bağlı özünüzə də sual verə biləcəksiniz.